Putinlə Ukrayna ərazisinin bölünməsi müzakirə edilir. Trump sazişin detallarını açıqladı. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump, onun Rusiyalı və Ukraynalı həmkarları Vladimir Putin və Volodymyr Zelenski ilə təmaslarının nəticəsi olaraq artıq Ukrayna üzrə gələcək sazişin konturlarının müəyyənləşdiyini açıqlayıb. Report TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən söyləyib. Bildiyiniz kimi, prezident Zelenski və prezident Putinlə çox yaxşı danışıqlar apardım. Bu cənablarla çox yaxşı söhbət elədim. Düşünürəm ki, artıq sazişin konturları var deyə Trump bildirib. O həmçinin bir daha təkrarlayıb ki, əgər o 2022-ci ildə prezident olsaydı, Ukrayna münaqişəsi heç vaxt baş verməzdi. Çünki Amerika Birləşmiş Ştatlarının o zaman səriştəli prezidenti yox idi. Düşünürəm ki, çox tezliklə Ukraynada tam atəşkəsə nail olacaq. Sonra isə saziş bağlayacaq. İndi isə saziş, ərazilərin bölünməsi barədə danışıqlar aparılır. Bu danışıqlar hazırda davam eləyir deyə dövlət başçısı qeyd eləyib.